qurban kəsirəm, o ətdən bir tikə də qan qohumlarıma göndərmirəm. Ehtiyacı olan adamlara paylarım. Şəxsən qardaşım mənlə barı qonşusudur, biri qapı qonşumda olan heç birinə vermirəm. Ömrümün tər qonçasıdır, xatirələr, xatirələr. Allah Subhanahu taala hər bir kəsə qurban kəsməyi nəsib eləsin inşallah. Bayramımız mübarək. Bir sevdadır gəlməz dilə. Qurban bayramımız mübarək olsun. Allah bütün duaları, kəsilən qurbanları qəbul eləsin. Qazanlarımız qaynasın. Kəsilən qurbanlarımız öz ünvanlarına çatsın. Allah hər kəsə qismət eləsin ki, qurban kəsib ehtiyacı olan adamlara paylasın. Bayramımız mübarək olsun. Xatirələr, xatirələr, xatirələr. Həm də olub Sen naz eyleme, naz eyleme, naz eyleme. Gül üzlü yarın bak mənə, bir bak mənə, bir bak mənə. Sen benim üçün bir tanəsən, yeganəsən, evimizə istərdim gəlin gələsən. Sen benim üçün bir tanəsən, yeganəsən, evimizə istərdim gəlin gələsən. Nazlı nazlı yarım, ey gül üzlü yarım, şirin şirin xəyalım, alıdır ixtiyarım. Nazlı nazlı yarım, ey gül üzlü yarım, şirin şirin xəyalım, alıdır ixtiyarım. Sensiz ne gündüzüm var ne gecem, İnan mənə səni sevəcəm. Sensiz ne gündüzüm var ne gecem, İnan mənə səni sevəcəm. Naz eləmə yarım bir mənə baxasan, arzu budur anama gəlin olasan. Naz eləmə yarım bir mənə baxasan, arzu budur anama gəlin olasan. Nazlı nazlı yarım, ey gün üzlü yarım, şirin şirin xəyalım, alıdır ixtiyarım. Nazlı nazlı yarım, ey gün üzlü yarım, şirin şirin xəyalım, alıdır ixtiyarım. Şirin şirin xəyalım, alıdır ixtiyarım. Sen benim üçün bir tanəsən, yeganəsən, evimizə istərdim gəlin gələsən. Sen benim üçün bir tanəsən, yeganəsən, evimizə istərdim gəlin gələsən. Nazlı nazlı yarım, ey gün üzlü yarım, şirin şirin xəyalım, alıdır ixtiyarım. Nazlı nazlı yarım, ey gün üzlü yarım, şirin şirin xəyalım, alıdır ixtiyarım. Nazlı nazlı yarım, ey gün üzlü yarım, şirin şirin xəyalım, alıdır ixtiyarım. Nazlı nazlı yarım, ey gün üzlü yarım, şirin şirin xəyalım, alıdır ixtiyarım. Şirin şirin xəyalım, alıdır ixtiyarım. Nazlı nazlı yarım. Yenə yığışmışıq öz müskilərdir. Fünhaməm, xoş gəlmisiniz. Xəqanə xanım, dəvətə görə təşəkkürümü bildirirəm. Çox sağ olun. Mən burada mənim sağımda, solumda əyləşən sənət dostlarımı salamlayıram. Hüseyin qardaşımı salamlayıram, Firuz qardaşımı salamlayıram. Təşəkkürümü bildirirəm. Bütün tamaşaçıları salamlayıram. Ümidvaram ki, bugünkü verilişimiz gözəl olacaq. Yeri gəlmişəm, mən də xalqımızın Qurban Bayramını təbrik edirəm. Evimizdə, elimizdə, Bəli. Azərbaycan torpağında, bu torpağın
Hər bir qarışında ocaqlarımız gür yansın, qazanlarımız qaynasın və Allahımıza min şükür ki, artıq bir neçə ildir ki, bu bayramı biz Qarabağda da qeyd edirik. Bu bizim qələbəmizdir. Bəli, bəli. Təşəkkür edirəm. Çox maraqlıdır ki, Pünhan bəy kəsdiyi qurbanı hansı ünvana, hansı qapılara göndərir? Hər dəfə olduğu kimi mən gedirəm öz ata-baba yurduma. Aha, İsmayılda kəsirsiniz. İsmayıl rayonunun Qalıncaq Aha. kəndinə. Orada atamın ocağında qurbanımı kəsirəm və ehtiyacı olan adamlara paylayıram. Şəxsən qardaşım mənlə barı qonşusudur, biri qapı qonşumda olan heç birinə vermirəm. İmkansız adamlara Bəli. paylayıram qurbanı. Ümumiyyətlə qayda belədir. Mən sənə güvənirdim. Cəsarət sən deyirdim. Heyhat, dibi göründü sənin cəsarətinin. Mən sənə güvənirdim, səxavət sən deyirdim. Heyhat, dibi göründü sənin səxavətinin. Canım gözüm incimə. Dibi görünən dəniz dəniz deyil, gölmədir. Qurbağalı gölməçə. 30-40 il sevdiyin əziz bir adamı da alır zəmanə əldən ustalıqla. Gör necə. Gör necə. Xəlrıza Ulutürk. Həmdəm olub indi mənə xatirələr. Həmdəm olub indi mənə xatirələr.
rənglər aləmi ilə yaşayan dahi Səttar Bəhlulzadəyə ad günündə bir namə yazıb göndərir. Məndə bir can var, səndə bir can. Mənim qələmim var, sənin fırçan. Mənimki sözdür, səninki rəng. Mən yazım, qardaş, sən çək. Mən əlim olmasa da yazaram, gözüm olmasa da. Sən dilin olmasa da çəkərsən, sözün olmasa da. Ancaq heç birimiz yarada bilmərik ürəksiz. Mənimki sözdür, səninki rəng. Var olsun ürək. Fərqanə xanım, necə deyirlər, bu əziz gündə mən salamlamaya bilmərəm əziz dostlarımı. Yenə də əziz dostlarımızla yığışıb o səmimi görüşdəyik. Sizlər birlikdə hər zaman biz belə ürəyimizin açıqlığı ilə, elə bil ki, öz evimizdə olmuş kimi özümüzü hiss edirik, var olasınız deyirəm. Bilirsiniz, qurban kəsirəm, öz qan qohumlarıma vermirəm. Əslində, öz, belə deyək də, öz qan qohumlarımızın arasında da təbii ki, yəni ona ola bilər ki, ehtiyacı olan insanlar olsun. Mən elə deməzdim. Təbii ki, öz qohumlarım arasında da verirəm. Yenə də tanıdığım, bildiyim, yəni ürəyimdən keçən ehtiyacı olan insanlara biz elə qohumlarımız var ki, onlar hər gün ət yeyirlər. Yəni, insan istəmirsən də o qapıya geçsin. O qədər ehtiyac olan qapılar var ki, bizə məsəl üçün göndərirlər. Biz o əti, bax, maşallah siz də bax, bilirəm ki, o barədə göndərirlər bizə, bu yerber eləyən xanımlardır da, bizim bu bəylərimizin də xanımlarıdır. Biz o əti neyinirik? Məsəl üçün, mənə qurban əti gələndə Allah qəbul eləsin. Mən onu soyuducuya yerləşdirirəm. Elə vaxt olur ki, bir həftədən sonra mı, 10 gündən sonra, bir aydan sonra mən onu bişirirəm. Amma elə ev var ki, o ət gedən kimi isti-isti qazan qaynayır həmin ətdən. Təbii ki, daha çox ehtiyacı olanlar onu aylarla, neçə aylarla, bəlkə də mən deyərdim ki, çox düz buyurursunuz, o qazanında ət qaynamayan ailələr, evlər var. Amma yəni hər kəsin də ətrafında belə götürsək, yəni ehtiyacı olan insanlar var. Mən onu bölməzdim nə qohumlarıma, nə də ki uzaq qohumlara. Yəni insan bilir ki, ətrafında kim var, kim yoxdur və çox düz buyurursunuz ki, əslində ehtiyacı olan insanlara, ailələrə onun getməyi, o qazanın qaynamağı hər bir insan üçün böyük bir Allah yanında bir savabdır. Tək ki, ünvanlarına çatsın. Elə bizim hər bir duamız, hər bir əməllərimiz ünvanlarına çatsın. Çəkildin canımı odan, yaxdın çəkildin, ay qız sən mənə baxdın çəkildin.
çəkildik göründü bir an umudur vəfa sevgili canım baxdın çəkildin canımı da yaxdın çəkildin ay qız sən mənə baxdın çəkildin eşqin göyündə mənim ürəyimdə əvvəldə gələn ay sevgili ay yarım sən olaydın əvvəlam sevmirəm çənəliyəm albəhar yarım sən olaydın ölürəm eşqin göyündə mənim ürəyimdən bir şimşək kimi çaxdın çəkildin pəncərənlərimə baxdın çəkildin canımı oda yaxdın çəkildin göründü bir an ay budur vəfa sevgili canım baxdın çəkildin canımı oda yaxdın çəkildin ay qız sən mənə baxdın çəkildin O sanaya düşmək üçün qurban əti düzgün ünvanlara göndərilməlidir, Rövşən bəy. Maraqlıdır, Rövşən bəy bax kəsdiyi qurbanları hansı ünvana göndərir? Çox sağ olun Fərqanə xanım. Mən də bütün xalqımızı bu gözəl müqəddəs Qurban Bayramı münasibətilə ürəkdən təbrik edirəm Bəli. və hamıya da inşallah Allah imkan versin ki, o ürəkləri istəyən qurbanı kəssinlər və əlbəttə ki, ehtiyacı olan ailələrə, insanlara onu paylasınlar. Mən də şükürlər olsun Allahıma kəsirik qurbanı. Hər il kəsirsiniz Rövşən bəy, hər il kəsirsiniz. Bəli, hər il kəsirəm və atam gilə gedirəm, anam, atam yəni demişdiniz. həyətdə, atam özü kəsir. Həyətdə. İndi o qurbandan düzdür biz indi yaxın qonşularımız var, onlara da. Özünüz kəsirsiniz Rövşən bəy, üzr Yox, istəyirəm. mən yox, atam kəsir. Atanız Atam kəsir. kəsir, özü də qabaqcadan da hazırlaşır. O sonra sacıçı qoyursunuz, belə sacıçı qoyurlar əvvəldən. Duası var, qurban. Hə. Allah bütün var olasın. Allah bütün böyükləri qorusun, valideynlərə can sağlığı versin. Amin, amin. Dünyasının dəyişənlərin ruhlarını şad eləsin inşallah. Əlbəttə ki, insanlara necə paylayırıqsa, necə paydısa, həmin eyniliklə də o payla, yəni anam bölür payları. O paydan bir payda bizə, yəni ki, həmin o dua ilə, o qurban günü kəsilən qurbandan bizim evimizdə də o həmin o ət bişsin ki, yəni ehtiyacı olanlara da əlbəttə ki, paylayırıq, qonum qonşu, tanıdığımız insanlar var onlara və bütün xalqımıza da arzu edirəm ki, həmişə evlərində süfrələr açıq olsun, qazanları qaynasın və imkan versin ki, hamı da qurban kəssin. Bir daha Qurban Bayramımız mübarək olsun inşallah. İnşallah. Allah qəbul eləsin bütün qurbanları. İnşallah, inşallah. Dünyanın sevinci həm də qəmiyik. Sahilə yan alan yalqız gəmiyik. Bir tarın alışan qoşa simik. Harayı mənəmsə, alovu sənsən. Səsini eşidək yağan yağışın, hər gələn baharın, hər ötən qışın, dünyaya boylanan bircə baxışın, bir gözü mənəmsə, bir gözü sənsən. Qəlbdən sevənlərə bu yollar çətin, dərələr keçilməz, qayalar mətin, məhəbbət adlanan bir məmləkətin bir dağı mənəmsə, bir dağı sənsən. Acıdır, şirindir sevginin dadı, həsrət bir adıdır, vüsal bir adı, məhəbbət özü bir bütöv dünyadır, gecəsi mənəmsə, gündüzü sənsən.
Gülü bülbülüyük biz bu çəmənin. O lalə sənindir, bu nərgiz mənim. Sevgi ilə yazılan şirin nəğmənin bir sözü mənəmsə, bir sözü sənsən. Baba Vəziroğlu. İkimizdə bir ürək var, yarı məndə, yarı məndə, yarı səndə. Sevgi adı bir ağacı, budaq məndə, budaq məndə, barı səndə. Çiçək biter, gül üzünədə, min məna var hər sözündə. Bir buludum gözündə, yağış məndə, dolu səndə. Yağış məndə, dolu səndə. Sən fikir eləmə, gözəldir həyat. Nə qədər mən sağam fikir eləmə. Bugün yanındayam, sabah hardasa. Demək ki, uzağam, fikir eləmə. Sən fikir eləmə, yeri qaralsa. Göyü bulud örtüb, dumanlar alsan. Mən odam, ocağam. Fikir eləmə. Yenə yanacağam, fikir eləmə. Sən fikir eləmə heç vaxt dünyada. Mən geçsəm, sən qalsan, ayağın altda, orada da torpağam. Fikir eləmə. Orada da dayağam. Fikir eləmə. Nəriman Həsənzadə. Hər zaman gözlərim axtarır səni, ürəyim yollardan qayıtmır evə. Sənsiz dalğalarda tanımır məni, neyləyim ürəyim heç yatmır evə. Payız gəldi, uçdu getdi quşlar, sən də getdin, ah yağdı yağışlar. Payız gəldi, uçdu getdi quşlar, sən də getdin, ah yağdı yağışlar. Payız gəldi, qərq oldu dəniz, bu dənizin gözü yaşlı sənsiz yar. Bu dənizin gözü yaşlı sənsiz, bu dənizin gözü yaşlı sənsiz yar. Bu dənizin gözü yaşlı sənsiz. Sen kəsmə, davam elə. Bir səhər, bir liman, sən idin, bir də mən. Sən getdin, tək qaldı, bir liman, bir də mən. Sən getdin, tək qaldı, bir liman, bir də mən. O gündən göy sular bir nəğmə oxudu. O gündən ürəyim limanda uyudu. O gündən ürəyim limanda uyudu. Limanlar ayrı salar ümitsiz sevgileri. Limanlar qovuşdurar yol gözleyen gözleri.
bir səhər bəlkə sən limana dönərsən, gözlərik yolunu bir liman, bir də mən, gözlərik yolunu bir liman, bir də mən. Fərqanə xanım, dəvəti üçün çox sağ olun. Bu ortam üçün də çox sağ olun. Mənə əziz olan sənətləri də, şəxsiyyətləri də əziz olan insanlarla dəvət eləmisiniz. Mənim üçün çox şərəf oldu. Bax, sevdiyim insanların əhatəsində olmaq. Təbii ki, qurban kəsmək bir fərzdir. Amma imkanı olan insanlar üçün bir fərzdir. Yəni, bu məcbur deyil ki, imkanı olmayan insanlar qurban kəssinlər. Yenə də mən təbrik edirəm. Allah Subhanahu taala qurbanlarımızı qəbul eləsin. Etdiyimiz niyyətlər, dualar müstəcab olsun ulu xilqətin huzurunda ki, inşallah Amin, hamının, amin. hər kəsin Amin. maddi durumu, rifah halı yaxşı olsun ki, qurban kəsməyi bacarsın, onlara da qismət olsun qurban kəsmək. Beşiyimdə oxuduğun laylanı indi oxu mənim üçün ayana. Sakit, səssiz yer tapmıram baş qoyum. Dizlərini gətir mənə pay, ana. Gəl sığal çək bu bəlalı başıma. Al əlinə ürəyimi dincə qoy. Cüt ayaqla yeriməkdən yoruldum. Tək ayaqla indi məni küncə qoy. Uşaq vaxtı söylədiyin nağıllar qulağımdan xəyalıma dağıldı. Yaşadıkça anladım ki, bu həyat anaların söylediği nağıldır. Varlığım, eşkim, hayatım, cismi de canım ana. Varlığım, eşkim, hayatım, cismi de canım ana. Her zaman her yerde daymışam şöhretim ana. Qibləgahımdır müdəm ömrüm boyu kuyun sənin. Hər sağalmaz dərdimə aləmdə dərman anam. Mən səni məhdacınam, kimsən yarattın cismimi bəxş edərdim ömrümü olsaydı imkanım ana. Sənətin eşqilə bakir yarasan bir əsər. Bircə sən səv mənim əlimi dəstanıma. Ay aman aman ay aman yalan. Nəfəsin üzümə dəymir nə vaxtdır.
Nəfəsin üzümə dəymir nə vaxtdır, əllərin qapımı döymür nə vaxtdır. İntizar qalmışım gör bir nə vaxtdır, yaman darıxmışam sənin üçün ana. Səni bu həftələr, aylar istəyir. Səni bu həftələr, aylar istəyir. Saçım tək ağaram, çaylar istəyir. Dünyanın özü də layla istəyir. Dünyanın özü də layla istəyir. Yaman darıxmışam sənin üçün ana. Yaman darıxmışam sənin üçün ana. Ay övladlar, ay övladlar, bilin ana qədrini. Əyməyin siz onun heç vaxt qəddini. Qoxlayın doyunca gözəl ətrini. Anasız arzuya çatmaq olarmı? Görəsən anadan doymaq olarmı? Çəkməyin siz imtihana ananı. Gecə, gündüz sizə layla çalanı. Pərvanə tək odunuza yananı heç yaddan çıxarıb atmaq olarmı? Görəsən anadan doymaq olarmı? O ləldir, gövhərdir, yoxdur qiyməti. Anasız analar çəkir zilləti. Görəsən anadan doymaq olarmı? Anasız arzuya çatmaq olarmı? Söykələ yüzümə yanamın üzü, söykələ yüzümə yanamın üzü. Gəzə kürəyimdə yana yəlləri, ana yəlləri. Ola bazı bəldim, ola bazı bəldim, ola qol bağım, tuta biləyimlə ana yəlləri, ana yəlləri. Yadımdadır, necə süfrəyə açardı, gülərdi. Gülərdi gözümlə, kədər qaçardı, kədər qaçardı. Min dadlı xörəyin ətri saçardı, min dadlı xörəyin ətri saçardı. Belə yavan çörəyimdə yana yəlləri, ana yəlləri, ana yəlləri. Əzrəm ana yeri, başladı ana yeri, ana yeri, ana yeri. Min bir loğman gəlsə də heç biri verməz bir qoca ana yeri, ata yeri.
Almaz xanım da tez-tez qurban kəsdirən sənət adamlarındandır. Səbəbsiz. Yəni gözləmirsiniz ki, Qurban Bayramı gəlsin. Bilirsiniz Fərqanə xanım, uca yaradan, həmd olsun yaradanımıza. Buyurur ki, Quranda buyurur ki, mən insanlara bərəkət verirəm. Və verdiyim bu bərəkətdə isə o imkansız adamların da ruzisi var. Və biz gözləməməliyik ki, həqiqətən nə vaxtsa bayram olsun, Qurban bayramı olsun, biz qurban kəsək, paylayaq. Xeyr, insan nə vaxt insan olur? İnsan paylaşdıqca insan olur. Bəli. İnsan bərəkətini həqiqətən də həm əzizləri ilə, həm sevdikləri ilə, həm də ehtiyacı olan insanlara paylaşmalıdır, bölüşməlidir. Bölüşmək, paylaşmaq sözü nə deməkdir? Yəni bu insanın içindən, ruhundan, qəlbindən gəlir ki, Bəli. Vacib deyil, yenə də deyirəm, vacib deyil ki, mən bayramı gözləməliyəm, ki, qurban kəsim kiməsə. Yəni mənim ruhumdan, qəlbimdən çox tez-tez gəlir ki, Allah Taala'nın buyurduğu kimi 5 manat qırağa qoymuşamsa, onun 1 manatını bəli, fərz olaraq. Yəni bir əlin verməlidir. Bəli, verməlidir. Yalnız Verdikcə qazandın verməlisən. İnanın ki, Fərqanə xanım, verdiyinin, Allah yolunda verdiyinin 1-i 2 olur. Bəli, bəli, mütləq Bu ki. belədir. Ona görə də hər kəsə, amma hər kəsə, hər ailəyə arzu edirəm ki, onun öz ocağına, öz cibinə Allah Taala o bərəkəti versin. Amin, amin. Təbii ki, kəsdiyimiz Sevimli Almaz xanım çox gözəl vurğuladı. Bizim kəsdiyimiz o qurbandan da bayaqları mənim əziz sənətkar qardaşım Rövşən müəllim də dedi. O kəsdiyimiz qurbandan təbii ki, bizim evimizdə də bir payda bizə düşür. Biz də o qazanda qaynadırıq, o kəsdiyimiz qurbanımızdan nuş edirik. Gənclik illərində itirdiyim qız bu gecə yuxuma qarı gəlmişdi. Yetim taleyimə, kasıb baxdıma elə bir dünyanın varı gəlmişdi. Bütün bu rüyanı danım bilməsin. Gizlicə alışım, yanım bilməsin. Amandır, evdəki xanım bilməsin, könlümün ilk eşqi yarı gəlmişdi. Dikəldi dərdlərim yenə boy atdı. Hicran sızıldadıb qəmə boyatdı. Rəfiyəm, bu yuxu sərsəm oyatdı. Qalıydı yuxumda bar gəlmişdi. Gənclik illərində itirdiyim qız bu gecə yuxuma qarı gəlmişdi. Sen ömrüme gelen günden Könül bağım bahar oldu. Eşk alıştı gözlerimden, yüreğime olan oldu. Ne yaxşı ki taleyime, ne yaxşı ki taleyime, sen yazıldın ömür yarım. Seni sevdim könül yarım, güzelleşti duygularım. Ne yaxşı ki taleyime, sen yazıldın ömür yarım. Seni sevdim könül yarım, güzelleşti duygularım. Ne yaxşı ki taleyime, sen yazıldın ömür yarım. Sen yazıldın ömür yarım.
gözünü bir yaşaya eşkinden ölmesin. İller geçsin, ömür bitsin, bu sevgimiz hiç bitmesin. Ne yaxşı ki taleyime, ne yaxşı ki taleyime, sen yazıldın ömür yarım. Seni sevdim gönül yarım, güzelleşti duygularım. Ne yaxşı ki taleyime, sen yazıldın ömür yarım. Seni sevdim gönül yarım, güzelleşti duygularım. Ne yaxşı ki taleyime, sen yazıldın ömür yarım. Sen yazıldın ömür yarım. Ne yaxşı ki taleyime, ne yaxşı ki taleyime, sen yazıldın ömür yarım. Ne yaxşı ki taleyime, ne yaxşı ki taleyime, sen yazıldın ömür yarım. Allah bütün narahatçılığı olanlara Allah şəfa kömək olsun inşallah. Amin, amin. O cümlədən də bizim qazilərimizə Allah Amin. can sağlığı versin. Allah Allah şəhidlərimizin ruhunu şad eləsin. Olur ki, nəsə bir ailə dedən də hərənin özünə görə bir narahatçılığı var, bir Xəstəsi problemi var, var, bəli, xəstəsi olur. var. Allah Bəli. hamıya kömək olsun, biz də onların içində. Olur ki, nəsə bir narahatçı deyirsən ki, ay Allah, bir dənə yaxşı olsun, bir qurban kəsim, insanlara onu paylayaq. Əlbəttə ki, bunlar var və həm də adam Yəni siz də xəbərdarsınız. Əlbəttə ki, əlbəttə bizim də nəsə bir işimiz, nəsə olur ki, biraz narahatçılıq olur, sığınırıq da. Hər vaxt onsuz da biz Bəli, əlbəttə. Allahımıza şükür edirik, ona dua edirik. Hər bir şey Allahdandır və mənimcə bu bütün bu insanlar da demişlər, həyatda heç nə təsadüf deyil. Bəli. Yəni deməli burada da bir hikmət var. Nə olursa şükürlər olsun Allahımıza Bəli. ki, onun hər bir anına, hər bir saniyəsinə, gününə olanda da ki, nəsə bir narahatçılığımız o təbiidir ki, bu həyatın qanunudur. Hər şey eyni olsa, yaxşı olsa biz ondan ləzzət ala bilmərik. Əlbəttə. Bunun ağrısı da var, acısı da var, sevincli günləri də var. O niyyətinlə də Allaha sığınıb niyyət eləyirsən ki, bu iş yerinə gəlsin, bir qurban kəsim, insanlara bunu Bəli, əlbəttə. paylayıb. Həm də adamın ruhu təzələnir, ruhu təmizlənir, Bəli. rahatçılıq olur ki, yəni sığınmış Allahımıza da şükür o Əlbəttə. məsləhətinə. Almaz xan bir də gözəl qeyd elədi ki, qada qurbanından, bax gözəl qeyd elədi, istəyərdim ki, tamaşaçılar da bilsin. Buyurun Almaz xan, qada qurbanından deyirsiniz evə gətirmək olmaz. Bəli, o biri qurbanlardan bir pay özün götürə bilərsən, amma qada qurbanı belə bir qurbandır ki, o tam mənada paylanmalıdır. İndi bax bilməyənlər var da, qoy tamaşaçılar Almaz xanım, bax bunu istəyərdim açıq belə qoy məlumatı olmayanlar da bilsin ki, qada qurbanı nəyə deyilir ümumiyyətlə? Evdə xəstəsi olan nədir qada qurbanı? Ümumiyyətlə qada qurbanı bəli ola bilər ki, Bilməyənlər var da, qoy bəli, bilsinlər. Evdə narahatçılığı olan insanlar ola bilər, yaşlı insanlar ola bilər və yaxud da ki, lap Xəstəsi olan ola bilər. Xəstə olan insanlara qada qurbanı deyirlər ki, mən qada qurbanını kəsirəm və o niyyəti də eləyirəm ki, o qurbandan bir damla mənim evimə gəlməsin. Bilirsiniz, burada bir bunun açıqlamasını əslində din alimləri aça bilər ki, yəni mən bununla evimə gələcək çətinliyi, Dində var bu, dində var da bu. Mən indi deyə bilmərəm, onu din alimləri deyə bilər. Mən evimə gələcək uğursuzluğu, çətinliyi, xəstəliyi evimdən uzaqlaşdırıram. Və yaxud da ki, heç ola da bilər ki, heç Allah eləməsin, Allah hər kəsin ailəsinə şəfa versin. Heç evdə xəstə yoxdur. Elə insanlar var ki, inanın ki, ildə bir neçə dəfə qada qurbanı kəsir. Yəni gələcək nələrinsə qarşısını almaq üçün mən bunu özümdən uzaqlaşdırıram. Bir növ zəkat formasında olur. Sədəqə kimi. Həmən mikrofona. Gözəlliyə baxın ki, çoban özü də sürüsündən bir qoyun aparıb qurban kəsir ki, Allah sən mənim sürümə dəymə. Bax, avtomobil üçün qurban kəsir ki, Allah sən bizi xatadan baladan qoru. Qada qurbanı deyəndə mən də evimizsin, həyat bacamızsın, qurban kəsir Allah sən mənim yurduma toxunma. Bax, bunlar qadar qurbanı. Təzə evə köçürsən,
Qurban kəsirsən ki, sevincli, şadyanalıq qurbanlığı. Bəli, bəli. Kəsirsən ki, evim elə bərəkətli olsun, həmişə ruzulu olsun. Yəni belə şeylər əlbəttə hamısı. Aha. Keçək. Göz yaşını axırtmağa dəyərmi? Sonunda bir güləcəyi yoxdursa. Hər görüşə sevgi demə əzizim, əgər onun gələcəyi yoxdursa. Sevgi yoxsa ürək quru qəfəsdir. Kör ümidə nə qərəzi, nə qəsdi. Min yol geri çağırmağın əbəsdir. Əgər geri dönəcəyi yoxdursa. Kimi evə, kimi ömrə qonaqdır. Hicran ki var, çətin olan sınaqdır. Hər alova su çiləmək günahdır, sellər ilə sönəcəyi yoxdursa. Hər kül atda gizlənənə köz demə. Hər xatirə qırğına iz demə. Hər ürəkdən kövrək nəğmə gözləmə, sar simdə dinəcəyi yoxdursa. Oda salsan, buz bağlayıb donacaq. Əldən uçdu yad budağa qonacaq. Könül versən nə qiymətə alacaq, könül qədri biləcəyi yoxdursa. Ucaltdığın kiçiləndə gülərsən. Əriyərsən, gözün görəsən. Süfrəsinə nə qoyacaq görəsən, səndən tikə böləcəyi yoxdursa. Demə mənə nələr gəlir ağlıma. Vay o gündən qara səndən ağ uma. Ürəksizə ürək verib ağlama. Bir gün səndən öləcəyi yoxdursa. Nüsrət Kəsəmənli. Onu sanki qələm çəkib Nə ilahi, nə ilahi özü bəh, bəh, bəh Onu sanki qələm çəkib Nə ilahi, nə ilahi özü bəh, bəh, bəh Can almağa qəsdə durub Qaşı gözü nazır özü bəh, bəh, bəh Can almağa qəsdə durub Qaşı gözü nazır, qaşı gözü nazır, qaşı gözü nazır, bəh, bəh, bəh Güldən dəlim, güldən incəm, tel oynayar yeldəyəcəm Güldən dəlim, güldən incəm, tel oynayar yeldəyəcəm Gözdən çeşməm, dodağın çəm Bir mələkdir özü, sözü bəh, bəh, bəh Gözdən çeşməm
Yüreğimi üzme gülüm, benden ayrı gezme gülüm, gel güzel sevgilim. Senden mənə bir ömürlük xatirə, məndən sənə nə qalacaq bilmirəm. Səndən mənə bir ömürlük xatirə, məndən sənə nə qalacaq bilmirəm. Çətimi də daş üstə daş bitirəm, niyə uçdu bu qalacaq bilmirəm. Çətimi də daş üstə daş bitirəm, niyə uçdu bu qalacaq bilmirəm. Günlər mənə gün yazmağı unutdum, gülüm gülüm günlərimi qurutdum. Günlər mənə gün yazmağı unutdum, gülüm gülüm günlərimi qurutdum. Bu sevgidə kim uduzdu, kim uddu, peşimanı kim olacaq bilmirəm. Bu sevgidə kim uduzdu, kim uddu, peşimanı kim olacaq bilmirəm. Bu sevgidə kim uduzdu, kim uddu, peşimanı kim olacaq bilmirəm. Bu sevgidə kim uduzdu, kim uddu, peşimanı kim olacaq bilmirəm. Çətri gözəl, zəhmətin çətri gözəl, zəhmətkeşin hər yerdə hörməti, xətri gözəl. Bayaqdan bizim zəhmətimizi çəkən bizim sənət dostumuz Hüseyn qardaşıma mən elə bütün sənət dostlarım adından dərin təşəkkürümü bildirirəm. Onu da ver, Hüseyn onu da sağ ver, ol, onu Allah da səni ver. qorusun. Sən də Sən ver. yaxşı oğlansan. Eşq olsun.